Mən Elnur Ağdamlı, Ağdam haqqında bu rəvayəti nə görmüşəmsə, nə yaşamışamsa, o illərdən qələmə almışam. Qoy bizim körpələrimiz, gələcək nəsillərimiz Ağdamda yaşasınlar, Ağdamı görsünlər, Ağdamda ömür sürsünlər. Ey ilahi, o xoş günləri bizə nəsib eylə. Balasıyam, Ağdamdır elim obam. Məndən öncə orada olub atam, anam, nənəm, babam. Sumqayıtda böyüsəm də, burada yaşad olsam da, yar canım Ağdamda olub, Sumqayıtda olsam da. Uşaqlığım qiyaslıda, Seyidlidə keçib mənim, Seyidli mənim ata yurdum, qiyaslıdır ana vətənim. Mən kötər suyu içmişəm, Şahbulaq suyu içmişəm, Arif Şahmalı keçdiyi yolları mən də keçmişəm. Ağdamda çox getdiyim yer Abdal Gülablı-ydı mənim, Abdal Qasım Aşıq Valeh səxavət yetirəm vətənim. Əmim Dərzi Nizaminin elə ki işi qutarardı, uşaqları maşına yığıb bizi Abdala aparardı. Kəhriz yadımdadır mənim, Dabcı bulaq yadımdadır, gəzdiyimiz qalın meşə, hər dərə dağ yadımdadır. Sonra gəlib lagerdəki uşaqlara qoşulardı, onlarla bir çalıb oxuyub oynamaqdan yorulardı. Danışdıqca onları canlanır göz qabağımda, deyirəm eyf o günlərə dadı qaldı damağımda. Mən Ağdamın çay evinin görəndə hər şəkillərim, deyirəm orada çay içmişəm, xatirəsi var o illərin. Mən Ağdamın məscidində düzdür namaz qılmamışam, amma içində olmuşam, ora bicana qalmamışam. Vermaqdan nənəm o vaxt Belsabət almışdı mənə, Allah sənə qəni-qəni rəhmət eyləsin ey ay nənə. Çörək muzeydə Ağdamın simvollarından biridir, mən ora atamla getmişəm, şəhərin ən gözəl yeridir. Məişət xidməti deyilən bir idarəmiz var idi, idarənin işçiləri hamısı sənətkar idi. Radio, televizor ustası, xaladelnik şəkil çəkən, dəmirçilər, dərzilərdi, bir də vardı papaq tikən. 2 mərtəbə uzun bina, qabağı dejurni dükanı, biraz o yanda su aparatı, 3 qəpiydi istəkanı. Mərkəzi poçta o vaxtı adam xeyli dayanardı, indiki kimi deyildi ki əlaqə gec yaranardı. Dostluq kino teatrı böyük tutumlu zal idi, hansı kino başlasaydı əvvəlində jurnal idi. 41-45-dən o vaxtı abidə vardı yadigar, 1-2 qohum toylarından orada şəkillərim də var. Musiqiçilər o vaxtı bağ var ora yığışardı, toy eyləyənlər gələrdi, toy orada danışardı. Söhbət toydan düşübsə biraz da toydan danışım, bizim Ağdam toylarını izah etməyə çalışım. Ağsaqqallar, ağ milçəklər elçiliyə gedərdilər, razılığın aldılarsa sonra nişan edərdilər. Sonra da paltar biçdi, demə paltar biçdi nədir, yəni qız toydu, kişi xeylağı mağara keçdi nədir. Pul yazdıranda pul yazan nəmər verərdi qonağa, hamı götürərdi ya yanındakı ya evindəki uşağa. Qırmızı lentalı klokda hər bir uşağın sayına 2 peçeniyə, 2 konfet düşərdi hamının payına. Keçək oğlan toylarına, bu ayrı bir dəm dəstgah, o toyların ləzzətini indi görmürəm valla. Gedib gəlin gətirərdik, saat 10-11 arası, saat 12-dən gələrdi toy evinin qonaq qarası. Yemək mağarı bir yanda, çalğı mağarı bir yanda, padşah başda oturardı, fərraşda meydanda. Muğam gündüz oxunardı, oynamaqsa axşam idi, bəyin tərif edilməsi toyda son proqram idi. O illərin xatirəsi məni apardı hardan
haşiyədən biraz da çıxdım kənara. Ağdamımız idmanda xeyli uğur qazanıbdı. Elə bir sambo, elə bil Ağdamda yaranıbdı. Əbülfəz müəllimin o vaxtı xeyli olub tələbələri. Biri Ceyhun Məmmədov rekord vurdu qələbələri. Ölkə futbolunda da Ağdamlıların sözləri var. İmarətdə el vursun, Adilin ayaq izləri var. Yenə Qarabağın oyunları imarətdə olacaqmı? Ağdamlılar dəstə-dəstə stadiona dolacaqmı? Nazi uzun peraşkilər Semişqa Naziklülədə. İmarətdə bu hava yadımdan çıxmır hələ də. Qarabağın hər bir oyunu oldu sanki bayram idi. Həsrət intizar yox idi, onda başqa əyyam idi. İmarətdə keçirildi Xar Bülbül festivalı. Qarabağın bülbülləri idi festivalın ən fəalı. Hər sahədə mənim elimin mötəbər insanları var. Alimləri, yazarları, igid qəhrəmanları var. Allah verdi Ala Yaqub, Eldarımız, Cəfərimiz, Polkovnik Şirin Ərşad, Əl Abbas igid ərimiz. Fred Asif bizim Ağdam torpağının simvoludur. Həyatına nəzər etsək, getdiyi yol haq yoludur. Sizi tanıyanlar tanıyır, bilməyənlər üçündür bu. Gözəl Ağdam torpağını görməyənlər üçündür bu. Ağdamın oxuyanlarının adlarını nətər yazım. Ayrı seçkilik etməsəm məcburam ki əsər yazım. Sağlara min yaşa deyirəm, ölənlərinə min rəhmət. Sözün qısası Ağdamın oxuyanlarına yox söhbət. Bizim Ağdam ticarətdə elə belə ad çıxarmayıb. Sovetin sərt qanunları heç Ağdamla bacarmayıb. Baxmayın ki mən o vaxtı balacaydım Ağdamda. Quş südü də axtarsam alacaydım Ağdamda. Mən Ağdamın bazarından gərək saatla danışım. Gözlərimdə canlananda az qalıram ki alışım. Nə istəsəm burada vardı, kimsə deyənməz yox idi. Bəlkə də elə buna görə Ağdamlıların gözü tox idi. Ət satılanda asılmış, ət yan-yana düzülərdi. Bir saat kəsilmiş ətə ağız burun büzülərdi. Kəndlərdən vedrələrdə təzə gəlmiş merveyvər. Tərəvəzlər bir cərgə, göy-göyərti bir cərgə. Bakıda Sumqayıtda o vaxt ət da yağ da talonlandı. 8 manat, 9 manat yağ Ağdamda vaqonlandı. Su satılanın qabağında Seyid lazım oturardı. Dərdi olan, nəzri olan onun yanına buyurardı. Şıx babalı kəndindən hər gün yolu Ağdamadı. Qıratda düşdü ağanın yanına, o vaxt partlamadı. Qaymaq satılan tərəfi gərək hökmən yadıma salım. Mən Ağdamın qaymağını qardaşındı hardan alım. Toyuq cücə satılan yer o heç cücə satılandı. Yanı balalı toyuq deyən olsa bil ki atılandı. Aptekin qabaq tərəfi Kurtka bazarı hər növdə. Birinci kurtkalar olardı Qartala bənzər növdə. Bir yan dəmirçi sexləri, bir tərəfdə pasaj idi. Pasajın o vaxt yanması da işğala ilk mesaj idi. Qiyaslı astanovkası ən çox olduğum yer idi. Qiyaslı avtobusunda Vaqif kişi şofer idi. Avtobus 30 qəpiyə, taksilər 1 manat idi. Heyf o gözəl günlərdən, o bir başqa həyat idi. Nənələrim sağ idi o vaxt, babam da sağ idi o vaxt. Ürəyimizdə dağ yox idi, dağ çoban dağ idi o vaxt. Qobat bizə çatan günü səhər tezdən aparardıq. Qiyaslının mal-qarasın çoban dağda otarardıq. O günləri yaşadığım üçün Allahıma şükür edirəm. Amma bu dərd üzür məni gecə gündüz fikir edirəm. Görəsən mənim uşaqlarım o yerləri görəcəkmi? Ağdamlılar Ağdamda yenə ömür sürəcəkmi? Mənim balam Seyidlidə, Qiyaslıda qalacaqmı? Baba
Babası Şəkürlə Talıbın yurduna yol salacaqmı? Nənəsi Sərəncam arvadın namaz qıldığı məscidə. Nolar ilahi rəhm elə, mənim balalarım da gedə. Sədiqə nənəm qiyaslıda təndirini qoydu gəldi. Anam gedib o təndirdə çörək yapsa nə gözəldir. Ey ilahi o günləri göstər bizə, yalvarıram. Dərdimizin çarəsini təkcə səndə axtarıram. Sən yoxdan var eyləyənsən, sən xaliqsən, yaradansan. Ey ilahi bu həsrəti nolar götür aradan sən. Ey ilahi bu həsrəti nolar götür aradan sən.